Bir dəstə tip insanlar var ki, məni çox əsəbləşdirir, çox belə deyə acığıma gəlir belə insanlar. Zəhləm gəlir bu tip insanlarda. O tip insanlar hansılardır? Oturursan qardaşın kimi dərdini danışırsan, problemi danışırsan, deyirsən mənim başıma belə bir hadisə gəl. Sənə təsəlli verməkdən onları yox, səni qınamağa başlayır. Mən sənə demişdim belə olacaq, mən sənə demişdim elə olacaq, sən mənim sözümə qulaq asmadın, sən nə bilim böyük sözə qulaq asmadın, sənə başıma belə hadisə gələcək. Başlayır ancaq sənin haqqında mənfi sözlər danışmaq və o insanda Allahın dostu, adam sıxılır, adam bezir, adam istəyir bu insandan qaçsın. Ona görə ki, insan oturub bir nə dərdlə danışmaq istəyir. Adam sadəcə istəsin ki, bunu dinləsin, bunu başa düşsün, bunu anlasın. Yoxsa ki, linçləmə deyirik də biz ona da. Ancaq sənin haqqında danışır ki, sən düz eləmədin, olay pislər, sən belə elədin, sən elə. Yəni belə insanlarda mən sıxılmağa başlayıram. Belə insanları görəndə mən əsəbləşirəm. Həqiqətən çox qıcıq verir bu insanlar mənə. Həqiqətən bu insanlar məni çox əsəbləşdirir. Yəni belə insanlar görəndə, yəni nə bilim, özümdən asılı deyil. Ay deyirsən qardaş, dərdimi danışıram da sənə də. Sən məni problemi həll eləməkdənsə durub məni qınayırsan, mənim üstümə gəlirsən, mənim haqqımda mənfi danışırsan, mənim haqqımda pis düşünürsən. Yəni belə olmaz da, yəni. Ola bilər mənim səhvim olsun, amma o demək deyil ki, sən ancaq məni linçləməlisən, ancaq mənim haqqımda pis düşünməlisən, pis danışmalısan. Bu daha da insanı bezdirir, bu daha da insanı üzündən çıxardır. Sonra deyirsiniz ki, niyə əsəbi olursan, niyə kefsiz olursan? Da belə insanlarla rastlaşanda niyə kefsiz olur? Allahın dostu, peşman olursan ki, bir dənə ağzını açasan, bir dənə söz deyəsən, bir dənə nə bilim, deyəsən ki, qardaş, belə deyil, elə, ay mən sənə demişdim, belə olacaqdı, elə olacaqdı. Mənə durub nağıl danışır, mənə durub dəstan danışır. Ay qardaş, mən sənə dərdimi bölüşməyə gəlmişəm də, sənə durub məsləhət almağa gəlməmişəm ki. Vallahi Allah belə insanları islah eləsin inşallah.